Əskər, Bəli xala. xalan sənə qurban. Nə olubdu belə qəmli durmusan? Səni görəndə adamın ürəyi yanır. Ürəyin yanırsa, deməli sənin ruhun var ay xala. Qanmadım nə dedin xalan sənə qurban. Bir də de, başa düşüm. Xala, Allaha şükür, mal, dövlət, hamısı var. Hə, Amma bilirsən, bununla adamın işi düz olmur. Ürəyi toxtamır. Yenə nəyəsə ehtiyac görünür. Düz deyirəm xala, yoxsa yalan deyirəm. düz deyirsən xalan sənə qurban. Amma yenə başa düşmədim ki, nə deyirsən. Xala, o tərəfə, bu tərəfə baxıb, fikir eləyirəm. Baxıb görürəm ki, yenə də nəyimsə çatmır. Aa, çatmayan bir şey varsa, Vəlini göndər bazardan alsın. Bundan asan nə var ki? Of ay xala, yenə başa düşmədin nə istəyirəm. Mən bilirəm ağam nə istəyir. Ədə, sən də buradasan. Hə, de görüm nə istəyirəm. Abay, mən bilirəm sən nə istəyirsən. De, nə dayanıbsan, de də. Abay, sən istəyirsən ki... Gədə elə bir dəli olub. Əskər, xalan sənə qurban. Məni bir başa sal görüm axı sən nə istəyirsən? Əşi, daha bura utanmaq yeri deyil. Xala, bilirsən mən nə istəyirəm? Nə istəyirsən? Mən arvad almaq istəyirəm, arvad. Bax, mən deyən oldu. Ha belə de ki, mən də başa düşüm. Bax, gedib gəzərəm, dolanaram. Sənə elə bir gözəl qız taparam, görəndə ağlın gedər. Hə. Ay xala, elə olsa ağlım gedər, dəli olaram. Yox xala, mən gərək əvvəlcə qızı özüm görüm. Xoşuma gəldi alım, Hə. gəlmədi almayım. Xala, Ay sən can. mənə bir ağlı başını ağıl elə görüm. Mənə necə qız alarsan, hə? Belə çadramı sallan başıma, gedib sənin üçün gözəl, göyçək qız taparam. Çadramı sallan başıma, üz gözümü bəzərəm. Çadramı sallan başıma, üz gözümü bəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Xanım bəyim də tacir, qızlarını düzərəm. Xanım bəyim də tacir, qızlarını düzərəm. Çəməndəki o güllərin ən gözəli düzərəm. Çəməndəki o güllərin ən gözəli düzərəm. Xalan sənə qurban olur, zəhmətinə düzərəm. Xalan sənə qurban olur, zəhmətinə düzərəm. Toyunda da sənin bala, bax beləcə süzərəm. Toyunda da sənin bala, bax beləcə süzərəm. Hə, xalan sənə qurban olsun. Hə, Hə xala, ayca. indi sən mənə bir yol göstər. Qızı görüm, sonra alım. Ha, Bu, başıma xeyir. Mən nə yol göstərim axı sənə? Hə? Görünür, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm. Əskər. Gəl Süleyman, gəl, buradayım. Oy, salam verək. Ay aleykümə salam. Daha xala, keyfin yaxşıdırmı? Keyfin yaxşı olsun ay Süleyman. Bəli, sən nə desən? İltifatın artıq olsun abi. Valla, nə olubdur ki, belə qara dinməzdə oturubsan? Yoxsa dünyanın dərdi sənə qalıbdır, hə? Süleyman, Hə. elə yaxşı oldu sən gəldin. Aha. Axı deyirlər ki, sən ağıllı adamsan. Gəl görüm hələ. Sən inanmırsan ki, mən ağlayam? İnanıram. Amma məsləhət töysən, lap yaxşı inanaram. Elə. Ha, indi bir söylə görüm nə olubdur? Nə olacaqdı? Onun fikrini eləyirəm ki, Aha. axı bunun axırı necə olsun? Bu dünya elə belə gəlsə, belə getsə... Dayan. Bildim nə istəyirsən. Nə istəyirəm?
Əlbəttə evlənmək Oo, istəyirəm. hardan bildin? Sifətindən görürəm. İndi bildi ki, mən ağlayam. Belə Hə, deyil, hə. belə deyil xala. Əlbəttə elədir xalan, sənə qurban. Belə deyil Vəli. Əlbəttə belədir, abi. Bax Süleyman, Hə. mən belə fikirdəyəm ki, Aha. qız almaq, mal almaq kimi bir şeydir. Hə. İndi malın pisi yaxşısı olan kimi. Dayan. Bildim nə istəyirsən. Nə istəyirəm? İstəyirsən ki, əvvəlcə qızı görüb, Aha. baxıb, sonra Bax, alasan. sən bunları hardan bilirsən? Onu bilməyə nə var ki? Doğru buyurursan, abi. Yaxşı ağıllı olmuş. İndi sən mənə de görüm. Mən qızı harda görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum, hə? Hə, Süleyman. Bütün suallara cavab verdin. İndi bax bu suala da cavab ver xalan, sənə qurban. Hə, bax. Ondan asan nə var ki? Ha? Paltarını dəyiş, köhnəsini gey. Koltuğuna da bir tot çit, mit, nə varsa vur. Əlinə də bir aşın al. Ondan sonra düş kapı gəz, aşınma sat. Bu halda gördüğün kızların birini seç. Sonra lələşini gönder, gedim elçini yerim. Vəssalam. Belə deyil xala. Əlbəttə elədir, əlbəttə elədir. Belə deyil Ali. Əlbəttə belədir, abi. Əlbəttə. Halal olsun Süleyman, halal olsun. Asker, fikrə gedibsən. Valla sabahtan aşın mal satan olacaq. Allah səni tez muradına yetirsin. Bax elə bizi də. Gəlin gedər, bir şey fikirləşək. Gedək, gedək. Abi, gedək. Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur. Nədənsə bir kef oluram. Görünür ki, oxumağım sənə xoş gəlmir. Ay xanımlar, nə olub? Niyə belə qəm-qüssə eləyirsiniz? Allah qoysa, Sultan bəy bugün sabah sizi ərə verər. Gedib ev eşik, oğul uşaq sahibi olarsınız, onda heç bir qəminiz də olmaz. Ah telli, Hə. o cürə ki bizi ərə verirlər. Aha. Heç verməsələr yaxşı olar. Niyə ay xanım? Nə üçün elə danışırsan ki? Doğru deyirəm də. Heç bilmirsən səni kimə ərə verirlər. Ərin kim olacaqdı? Bəs onda ay Gülçöhrə, heç ərə getməyib, evdə qalıb un çuvalına taylassan? Allah eləməsin ay xanım, o nə sözdür? Mən deyirəm evdə qalıb un çuvalına tay olasan. Mən onu demək istəyirəm ki, əvvəlcə bir baxasan, görəsən, bəyənəsən, təhər tövruna bələd olasan, sonra ərə gedəsən. Hə də. Sən elə danışırsan ki, pişmiş toyuğun gülməyi tutar. Sən bu dörd divarın içində kimi görə bilərsən ki, ay yazıq. Hələ bir baxıb bəyənəsən də. Elə olanda evdə elə qız qalmaq yaxşıdır. Əşi, bura bax. Hə. Mən gedərəm, nişanlını görərəm. Hə. Evin eşiyinə bələd olaram. Hə. Sonra qaça-qaça gəlib hamısını sizə nəql eləyərəm. Ay qız Telli. Yoxum gəldi. Ay qız Telli. Haca. Min kere demişəm ki, mən yatanda gəl mənim üstümü bastır. İndi üstü açıq yatmışam. Deyəsən belimə soyuq dəyibdi. Can ay. Ey rəhmətlik sona sağ olaydı. Qərəz ki, təhrik bir sənət deyildi. Ay ata, bizə desəydin örtərdik. Bilməmişik. Demədim, keçibdi. De gedin. Mən də şəhərə çıxıram. Evdən yaxşı müğayət olur. Gedin. Baş üstə ata. Sağ ol ağa. Gedək qızlar. Gedək. Vay. Beş ildir ki günü gündən geri gedirəm. Sırağa gün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır, buram ağrıyır. Deyir bir arvad al. Hanı elə bir arvad ki, uğruma gələydi, alaydım. Vay benim, vay. Ah, gedim görüm, neyniyirəm. Vay. Arşın mal alan. Tamam üskündür. Qapı dolanıb gəzirəm. Amma axtardığımı tapa bilmirəm.
Bu günü də başa çıxarım görüm nə olur. Arşın malala, qafta, tafta, buxca. Arşın malçı? Arşın malçı, arşın malçı. Bəli xanım, Buyur keç gel içeri. Görək nələrim var. bu saat xanım, bu saat gəlirəm. Xanımlar, ay xanımlar. Geldi. Ne oldu? Tez gəlin, tez gəlin. Arşın malçı gəlibdi. He? Hə. Hanı bəs? Bu deyə çağırmışam. Salam Gəldi əleykum. Salam. Buyurun xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, hər şeyim var. Aç görək. Xoşumuza gələn nə var? Bu saat xanım, bu saat. Arşın malçın mal göster, bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Arşın malçın mal göster, bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, dillerinde gonçadır. Oy bizi konçadır, konça konça. Ah ne güzel parçadır, dillerinde gonçadır. Oy bizi konçadır, konça konça. Ondan bir paltarlık dikirseydim, oynardım ben doyunca doyunca. Ondan bir paltarlık dikirseydim, oynardım ben doyunca doyunca. Batmış. Nə göçsək oğlandı. Budur xanım, hər nə könül istəyən desəm, burada vardır. Ay xanım, ona bax hələ. O tumanlıq nə yaxşıdır. Aa, nəyə lazım olan şeydir ki? Xanım, Sənə lazım olmaz, amma telliyə lazım olar. xanım, bura Sultan bəyin evidir, elə deyilmi? Bəli, özüdür. Bəs Sultan bəyin qızı hansınızdır? Bu özüdür. Allah ömür versin. Çox sağ olun. Çox gözəl qızdır. Qızlar, gedək evə. Yoxsa əmim gələr acığı tutar. Yaxşı. Yaxşı, Gedək. Sağ olun, var olun. Siz də sağ olun. Qızlar, məni də gözləyin. Gəl. Amma çox ağıllı qızdır. Bundan yaxşı qız görmədim. Və ola bilsin də ki, heç görməyəm. Sultan bəy məni görmürsə də, adımı eşidib. Bilir ki, dövlətli tacir oğlanım. Yəqin ki, qız istəsən verər. Aha, deyəsən gələn var. Gizlənim görüm kimdir. Asiya demişkən, arşın malçının sir-sifəti yaxşı idi. İndi Asiyaya desək ki, gəl səni ona ərə verək. Bir həşir qatar gəl görəsən. Amma məncə arşın malçılıq pis iş deyil. O da tacir kimi bir şeydir. Vallah, atam mənə ona ərə versəydi, gedərdim. Xanım, Qorxdum, olmayın xanım. Mən deyəsən arşınımı burada qoyub getmişəm. olsa burada qalardı. Zərəri yoxdur. Evdə arşınım var. Yenə o sayaq baxır. Gözü gözümə sataşanda elə bil ildırım kimi məni vurur. Xanım, Allahın altında Sultan bəyin 12 nəfər sənin kimi qızı olaydı. Yəni nə demək istəyirsən, hə? Onu demək istəyirəm ki, bir qızını bəyə, birini tacirə, birini xana verib, axırda birini də mənə verəydi. Nə olar ki? Yox, o mənə qız verməz. Çünki o bəydir, mənsə aşınmalçı. O mənə qızı verməz. Həm versə də qız gəlməz. Hə? Görünür ki, sən subaysan. Lap subayam. Allahın bərəkətindən işim çox yaxşı gedir. Bir parça çörəyim var, az deyiləm. Bəs nə üçün indiyə qədər evlənməyibsən? Nə sayaq evlən? Mən görmədiyim qızı almaram. Gördüklərimdən də xoşuma gələn, ürəyimə batan bir nəfər olubdu ki, onu da mənə verməzdi. Sən əvvəlcə qızdan soruş. Nə bilirsən sənə gəlməz? Doğru deyirsən xanım. Elə isə de görüm. Mənə ərə gələrsən? Kim? Mən? Bəli sən. Mənim xoşladığım qız bircə sənsən. Bəs mən elə bildim ki, özgə qızdır. Səndən başqası. Özgəsi ola bilməz. Sən məni bir kərə görməklə xoşladın. Bəli xanım. Göz gördü, könül sevdi. Səni görəndə ürəyim sevincindən çırpınmağa başladı. Nə yalan deyim, mənim də ürəyim elə oldu. Xanım, mən sənə yaraşan deyiləm. Nə bilim, xoşlamışam. Görünür düz deyiblər ki,
Qəlb qəlbi istər xanım. Mənə xanım demə. Adım Gülçöhrədir. Gülçöhrə? Bəli. Gülçöhrə. Bəs nə sayaq edək ki? Atan səni mənə versin, hə? Məni atamdan istə. Verər, verər. Verməz, mən özgəsinə ərə gedən deyiləm. Elə? Bəs Bəli. səni güzlə versələr, Güzlə də getmərəm. səni zorla aparsalar. Yenə də getmərəm. İndi ki belə oldu. Qoy bir yaxşı fikir edim görüm. Nə əla sapıram. İndi sən burada dayanma. Get evə. Birdən bizi görərlər. Xudafiz. Xudafiz. Cavan oğlan, Bəli xanım. onu bil ki, sözüm sözdür. Unutma. Unutmaram xanım, unutmaram. Deyirəm ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdı. Bilmir ki, dövlətli tacir oğlanam. Mən nə qəsdən demədim ki, qoy qızı axıracan sınayım. Zərəri yoxdur. İndi gedim, xalamı gətirim bura. Baxsın görək, necə qız seçmişəm. Xala, Acı. bax həmin qız bu evdə olur. Hə? Apararsan bu məxməri və deyərsən ki, Aşın Malçı göndər. Yaxşı. Soruşan olsa ki, sən kimsən, hə? Deyərsən ki, mən Aşın Malçının xalasıyam. Başa düşdün xalam? Yaxşı xalan, sənə qurban. Gedirəm. Yaxşı xala. Lap istədiyimi tapdım. Daha burada dayanmağımın bir adı yoxdur. İndi isə gedim. Elə hamı mən deyəni deyil. Bir hallıca dolarvad ola ki, bir nəfər molla 3 manat pul, bir kəllə qəndilə iş tamam ola. İndi mən nə qoy? Elə arvadı hardan tapım? Gəl ay arvad, gəl. Hardasan? Gəl, gəl. Yəsən dili gözlü arvaddır. Özü də bizdən çıxdı. Ay bacı kimsən? Bizdə nə işin var idi? Aşın malı gətirmişdim. Qızlara göstərim. Yaxşı bacı, bir də görüm çarşaba bürünmüş kişi olmayasan. Oy. Bu nə sözü danışırsan ay qardaş? Elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun. Hə. Bir azcada. Hə. Bir bak. Hə, gördün ki arvadı. Hə, gördüm arvadsan, özü də lap mən deyəndən. Yaxşı, bir də görüm kimsən, nəçisən, kimin adamısan? Dəllal Kərbəlayı Nəsrin Külfəti. Bəlkə tanıyasan. Xeyr, tanımıram. Mənim dəllal-məllal ilə işim olmaz. Hə, deməli sənin işin dəllallıq edir. Hə. Özün də arşın malı satırsan, hə? Hə, dəllallıq edərdi. Edərdi, bəs indi nə iş görür? İndi Allah bilir nə iş görür. Rəhmətlik 12 ildir ki. Aha, bura bax, indi sən deyirsən ki, dursan, hə? Hə, sən 12 ildir ki. Orası var ki, belə mən də duram. Bura bax, Hə. gəl biz ikimiz bir iş edək. Nə iş? Belə iş ki, nə sən dul olasan, nə də mən. Nə səyər eləyək? Aha, nə səyadı var ki, bir nəfər molla, 3 manat pul, bir kəllə gəl. Bu. Vəssalam, şüt tamam. Bu nə sözü danışırsan ay qardaş? Hey, Amma heç nə başa düşmür. başa düşmürsən, əcəb dil bilməzsən. Elə isə, dürüst qulaq as gör, nə deyirəm, ay dil bilmə. Bir at aldım, her yana çapdım, gel alım, dili bilmez. Ahır gelip seni tapdım, maralım, dili bilmez. Aman aman oy, kaşı çaman oy, gel alım, maralım, dili bilmez. Aman aman oy, kaşı çaman oy, gel alım, maralım, dili bilmez. Sen dur, ben dur, gel
mənə bənd ol, gəl alım, dili bilməz. Hər nə desəm ona razı ol, maralım, dili bilməz. Aman aman oy, qaşı çaman oy, gəl alım, maralım, dili bilməz. Aman aman oy, qaşı çaman oy, gəl alım, maralım, dili bilməz. Aman aman oy, qaşı çaman oy, gəl alım, maralım, dili bilməz. Aman aman oy, qaşı çaman oy, gəl alım, maralım, dili bilməz. Xalamın işi düzəldi. Ağabey, bir dayan söz de. Sən Özgənin arvadına eşqnamə oxuyursan, hə? Balam, sən kimsən? Sənə nə? Necə yəni mənə? Bu mənim xalamdır. Xalandır, deməli arşın malçı sənsən, hə? Bəli, mənəm. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın zadın yoxdur. Niyə? Nə olubdu? Nə olacaq ki? Bu yazıq arvadı 12 ildir ki, dul saxlayıb, ələ vermirsən. Neyniyim? Bir yaxşı adam tapmır. O, yaxşı adam mən. Gəl də, gəl qohum olaq. Mən də dulam. Hə? Doğru deyirsən, hə? Ya zarafat edirsən, hə? Tayım sanki zarafat eləyir. Lap ürəkdən doğru deyirəm. Yaxşı bəy, fərz edək ki, mən xalamı verdim sənə. Aha, xalam mənim. Bəs əvəzində sən mənə nə verərsən? Aha, nə verəcək? Sənin muzdunu olar ki, mənim kimin bəylə qohum olarsan. Xalanın da muzlu olar ki, canı rahat olar. Mənim də muzdum budur ki, savab yəsi olaram. Daha bundan artıq nə istəyirsən, hə? Yox bəy, yox. Bu sayaq sərf eləmə. Gəl xala, gəl gedək. Şimdi dayan görmür. Bəs nəsə yox sərf elər? Bəy, indiki mənimlə qohum olmaq istəyirsən. Gəl, iki başlı qohum olaq. Nəsə yox ki başlı? Bu sayaq ki, mən xalamı verim sənə. Sən də qızını ver mənə. Nə? Axmağın biri axmaq. Mən bəy balası kimi qızımı arşın mal satana verəcəm. Əşi cəhənnəm o buradan Gəl xala, gəl gedək. Gəl yeri. Buna bax, sənin xalan da gör mənə nə deyir? Qudurğanın biri qudurğan. Gör mənə nə deyir? Zürət edib qızımı istəyir. Xala, Ayca. Sultan bəy qızı Aşın Malçı əsgərə vermədi. Amma tacir əsgərə verəcəkdir. Gəl gedək. Gedək xalan sənə qurban. Gedək. Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərə dəyişibsən. Eyzən fikirdə, kefsiz, dinməz. Yəqin ki, burada bir hikmət vardı. Ay qız, bəlkə bir adama band olubsan, hə? Mən Hə. Kimə bənd olacam səndə? Yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan. Ancaq o adam kimdir? Bizə arşınmal satandan başqa heç kəs gəlməmişdi. Tapdım. Yəqin arşınmalçıya gözün düşübdü. Ay qız, heç sənə yaraşan işdimi? Sən bəy qızı, bəy balası bir arşınmalçıya bənd olursan. Bari bənd olanda da eləsinə bənd ol ki, sənə yaraşan olsun. Bir də valah işdir. Atam bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar Gülçöhrə. Qoy atam bilsin, məni öldürsün elə canım qutarsın. Axmaq olma Gülçöhrə. Eləyəcək. Hələ bir dayan. Gör sənə nələr söyləyəcəm. Ay Gülçöhrə, hələ bir gözlə. Vay belim, vay. Yine belimin ağrısı tuttu. Vay belim. Oy belim. Ağam yenə getdi yatmağa. İndi çağıracaq ki, ay qız telli, gəl üstümü bastı. Ay kız telli, gel üstüme bas. Çox telli, zəhrimar telli, nə var telli. Ay kız telli. Hay can ağa, gəlirəm. Bu saat gəldim. Gəldim ağa, gəldim. Ha öğüt nəsiyyət
verirəm, olmur. Görünür ki, qız arşın malçıya çox bənd olubdu. Vallahi bilmirəm, hayadan gəldi çıxdı bura arşın mal satan. Aa, o kimdir bizə gəlir? Boy, nə yaxşı oğlandı. Lap, bəy balasına oxşur. Bax, adam bənd olanda da beləsinə ola. Salam xanım. Salam. Sultan Bey evdədirmi? Bəli, evdədir. Bir gedir burada əyləşin. Gedin çağırım. Ya. Amma əcəb gözəl qızdır. Yəqin Sultan Bəyin qızıdır. Bərəkallah əsgər. Paho! Salam aleyküm. Süleyman, sen hara, bura hara? Xeyir salam xəbər bəy. olasan. Əyləş. Əyləş görək nə var, nə yox. Bəy, xeyir olmamış nə olacaq? Hər şey öz qaydasındadır. Hə, indi söylə, daha nə var, nə yox? Bəy, bilirsən, bu dünyanın şeiri belə gəlibdir ki, insan insana lazım olur. Elədir. Adam adama gərək olur. Hə. Bax, görürsən, əvvəlcə bir adamı tanımırsan. Sonra tanış olursan. Ondan sonra laf qohum olursan. Qohum olanda da gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola. Məsələn, götürək bizim cavan tacirimiz Əsgər. Aa, balam, o kimdir? Hə, bu saat deyil. Bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı və şuurlu oğlandır. O barədə təvəqqə edirəm ki, mənim sözümə etibar edib mənə inanasan. Hə, elə isə Allah xeyir versin, razıyam. Allah xeyir versin. Allah hər ikisini xoşbəxt eləsin. Hə, indi buyur da, buyur. Gedək o bir otağa, çaydan zaddan içək. Söhbətimizi də orada eləyək. Gəl. Gedək, bəy. Gedək. Bəy, gəldim. Deyirəm, yaxşı ki qonaq gəldi. Məni ağamın əlindən qurtardı. Yoxsa indi gəlmişdi ki, oramı basdır, buramı basdır. Oramı ört, buramı ört. Oy, bezmişəm bu kişinin əlindən. Kaş bir Allah bəndəsi olardı. Məni də alardı. Canımı da qurtarardı bu kişidən. Amma hardadır o Allah bəndəsi? Bu kimdir? Yoxsa Allah bəndəsini yetirdi? Salam aleyküm. Salam aleyküm. Aleyküm salam. Sultan Bey'in evi buradır. Hə, buradır. Sizdə bir nəfər qonaq varmı? Hə, var. Nə iş? Daha niyə acığın tutur? Acığım niyə tutsun, Hə. De görüm hələ sən kimsən? Mən Hə. kilimçi, amma əcəb qızdır. Yəqin bu qulluqçudur. Hə. Kilimçi nədir? Yaxşı, bir əvvəlcə də görüm sən kimsən? Mən? Hə. Mən bax, bu evin qulluqçusuyam. Hə, Hə. mən də bax o evin nökəriyəm. Hansı ev? Bax, o evin. Bu göd elə bir dəli olubdur. Dəli niyə oluram, maralı? Ey, bura bax, mən sənin maralın zadın deyiləm. Sən mənim üçün maralsan, bax elə bu canım sənə qurban. Toy xanımı bəy aparır, tezliklə toy eləsin. Toy xanımı bəy aparır, tezliklə toy eləsin. Səni təcə mən alaram, mən də bir bəy olaram. Səni təcə mən alaram, mən də bir bəy olaram. Pulun var, Var, pulun var, var. pulun var gələrəm. Bilirəm gələrsən, Belə yarımsan. belə canımsan. Mən gedərəm oğlana, onun pulu çox olsun. Mən gedərəm oğlana, onun pulu çox olsun. Onun pulu çox olsun, dərdi qəmi az olsun. Onun pulu çox olsun, dərdi qəmi az olsun. Pulun var, Var, pulun var, pulun var gələrəm. bilirəm gələrsən. Belə yarımsan.
Belə canımsan, Pulun var gələrəm, bilirəm gələrsən. belə yarımsan. Belə canımsan. Nəşi, tez ol. Dektar görüm hələ nə istəyirsən. Sən istəyirəm, səni. Bildinmi? Əcəb işə düşdü ya. Gözümün işığı. Yeri qonağa deyilən bir çölə çıxsın. Sözüm var. Yeri. Yeri yaxşı. ceyranım. Yaxşı. Yeri maralım. Yaxşı. Yeri. Əşəl də bu. Çox yaxşı qızdır. Qoy ağam o qızı alsın, mən də bunu alım. İkimizin də toyu bir yerdə olsun. Qoy xanımı bəy yaparım, tezliklə toy eləsin. Qoy xanımı bəy yaparım, tezliklə. Bəli. Sən? Bəli, ağabey, bəli. Bildim nə üçün gəlibsən. Gəl gedək. Gedək, ağabey, gedək. 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 Bəy. Xudahafiz, bəy, xudahafiz. Xudahafiz, salamat olun. Gedək, ağabey. Gedək. Salamat qal, bəy. Ay qız Telli. Bəli ağa. Oradan Gülçöhrə ilə Asyanı bura çağır gəlsin. Baş üstə ağa. Ay. Xanımlar. Buyur ata. Qızım, Gülçöhrə, bax, bəs bil, səni ələ verirəm. Heyf. Nə? Atacan, mənim nə vaxtımdır ki, məni ərə verirsən? Lap yaxşı vaxtındır. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pulu, həm malı. Ata, acığım tutmasın. Amma mən elə getmək istəmirəm. Mən elçiyə söz verdim, getdi. Allah sənə şükür. Gələn oğlan elçiymiş. Ata, mən elə getmək istəmirəm. Sənin borcun ata sözünə itaət eləməkdir, qızım. Əlbəttə Gülçöhrə. Atan nə deyir, sən ona qulaq as. Qoy atam məni öldürsün, amma ərə verməsin. Axı olma Gülçöhrə. Ata, indi ki istəyirsən mən ərə gedim, onda qoy öz istədiyimə gedir. Qızım, sən istədiyin kimdir? Söylə görək. Atacan, o arşın malçı var ha. Bax, onu deyirəm. Evimizi xaldı. Arşın malçı hansı? Yoxsa o xalası olandır. Bəli, ata, mən getsəm, ona ərə gedəcəm. Səni də öldürərəm, onu da öldürərəm. Vallahi öldürəcəyəm, billahi öldürəcəyəm. Bu papaq mənə haram olsun ki, bir də arşın malçı adı tutsan, səni tükətçi doğrayacağım. Öldür ata, öldür canım qutarsın. Ay qız Telli, Bəli ağa. arşın malçı nə vaxt gəlmişdi bura? Vallahi xəbərimiz yoxdur. Necə yəni xəbərim yoxdur. Arşın malçının biri evimə gəlib, qızımı özünə bənd eləyir. Nə? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzinə qızımı istəyirmiş. Əşi, buna bax, ay qız Telli. Bəli. Bax, mən bazara gedirəm. Sən Gülçöhrədən müğayət ol. Narahat ol. Ona öyüd nəsiyyət ver. Baş üstə. Yoxsa Allaha and olsun ki, hamınızı qıraram. Vallahi qıracağam. Billah qıracağam. Görün mənə nə deyirlər. Gör mənə nə deyirlər, Vay, 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 vay. İndi biz nə edək? Bizdə nə təqsir var ki? Gülçöhrə bir arşımalçıya bənd olubdu. Nə olsun? Gör sən Allah, qızın cürətinə bax. Atasına açıq deyir ki, arşımalçıya bənd olmuşam. Vallah, lap xatadır bu qızın işi. Yeri gedək görək nə edirik. Vallah, lap xatadır bu qızın işi. Biçarə Gülçöhrənin başına oyunlar açdı. Yazıq qız indi elə bilir ki, onu özgəsinə ərə verir. Amma əcəb söz üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı. Odur ki, atasının təvəkkəsinə görə adam göndərmişəm ki, onu götürüb qaçırsınlar. Əşi, zərəri yoxdur. 1-2 saatdan sonra mənim kələyimin üstü açılır. Onda qız da sevinər, mən də sevinərəm. Əşi, hamı sevinər. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər. Heç bilmirəm kimə ərə verirlər. İstəmirəm bu dövləti, bu dəsgahı. Mən öz sevdiyimi istəyirəm. Arşın malala. Əskər,
Əskər, bu sənsən, yoxsa özgədir? Mənim Gülçöhrə, mənəm. Arxayın ol. Əskər, sən bura nə sayaq gəldin? Səni burada görsələr öldürərlər. Mümkünsə gəl qaçaq, gəl Əskər. Gülçöhrə, bir dayan. Hara qaçaq öz evimizdən, hə? Nə? Bura kimin evidir, hə? Bura mənim evimdir. Sonra olacaq sənin evin. Əskər, məni kim götürüb qaçıbdı? Mən göndərdiyim adamlar. Of, yenə başa düşmədim. Əskər, sən Allah məni başa sal görüm bu nə kələkdir, hə? Bax Gülçöhrə, sənə aşiq olan o arşın malçı da mənəm. Hə, Atan ərə vermək istədiyi tacir oğlandır mən. necə? Mən arşın malçı olub, özümə qız axtarırdım ki, Hə. axırda səni tapdım və səni atandan istədim. O da verdi. Amma atan bilmədi ki, mən həmin arşın mal satan oğlum. Çünki o əvvəlcədən məni görməmişdi. Ay bir insan, heç mənə yazığın gəlmədi. Atam məni öldürməli oldu. Özümü öldürməli oldum. Belə bilsəydim, səni heç sevməzdim. Bəs burası var ki, bizim bu şadlığımız bütün o əziyyətləri yuyur aparır. Elədirmi? Maralım, Gülçöhrəm, hə? Elədir, əlbəttə elədir. De gəl bəri, ged otaqları gəzir. Həm də xalamı görərik. Gedək. Vallahi yenə ata ürəyidir. Tab gətirmədim. Dedim gedim görüm, bəlkə qız özünə bir xəsarət yetirdi. Bəs hanı bunlar? Ay uşaqlar, kim var? Ay salam aleyküm Sultan bəy. Sən bizə xoş gəlmisən. Balam sən əskərsən, yoxsa o arşın mal satan? Xeyr bəy. Mən Hacı Mürsəl oğlu əskərəm. Sənətimdə tacirlikdir. Deyirəm axı. Amma mənim gözümə belə görüşdü ki, qarşımda o arşın malçıdır. Arşın malçı? Hə. Hansı arşın malçı? Heç bir arşın malçı var idi. Arşın malı satırdı. Hə, sən ondan xalasını istədin. O da əvəzindən səndən qızını istədi. Sən də acıqlanıb qovdun, elədirmi? Elədi balam, sən hardan bildin? Necə bilməyim? O ki mənim özüm idi. Aa, nə Bəli, danışırsan? mən elə elədim ki, qızı görüm, sonra alım. Doğru deyirsən. Bəli, budur, qızı təsdiq eləyir. Vay vay vay. Buyur Əskər. Salam ata. Salam qızım. Vay səni əskər. Amma çox kərəkbazım işsən. Balam, səni də rəhmətli atan belə deyildi. Sənin bəs xalan necə oldu? Həqiqətən o sənin xalan idi? Yoxsa o da kərək idi? Xeyr, doğrudan da xalam. Hə, özü də duldurmu? Bəli, bəli, duldur. Hə, demək gəlsin də. Əşi gəlsin də, nə deyirəm? Gülçöhrə, zəhmət olmasa xalamı çağır. Baş üstə Əskər. Hə, həkim də mənə deyib ki, arvad alım. Həkim xalanı da görsə, ona deyəcək ki, ərə geçsin. Hə, olarıq iki başlı qohum. İndi bildin iki başlı qohum nə demək? Bildim, ay kələkbaz, bildim. Salam aleyküm ay Sultan bəy. Əşi, gəl də. Görürsən, sənin bu bacoğlun necə kələkbazmış? Hə, indi nə deyirsən? Bir nəfər molla, 3 manat pul, bir kəllə qənd ilə aran nətərdir? Nə deyirəm? Allah xeyir versin. Allah xeyir versin. Bala, o uşaqlar evdə tək qalıblar. Sizin vəlini göndərin, Asiya ilə Tellini bura gəlsinlər. Bu saat gedim göndər. Vallahi günü-gündən cavanlaşıram. Maşallah olsun mənə, maşallah olsun. Hə, göndərdim getdi. Hə, laf yaxşı. Hə. Oy, salam Ahoy, aleyküm. Süleyman. Ay aleyküm. Balam, sənin bu dostun nə kələkbaz imiş? Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir. Necə kimdən öyrənmişəm? Bunların hamısını sən öyrətmədin. Odur, xalan desin. Düz deyir. Bu kələklərin başçısı Süleymandır. Balam, bu işləri hardan öyrənmisən? Hey, öz başımdan çıxarıram. Ay, sənin başın var olsun. Yaxşı, Gülçöhrə budur. Bəli, budur. Bəs mən gördüyüm qız buna oxşamır. Hə, sən yəqin Asiyanı görmüsən. Asiya kimdir? O mənim qardaşım qızıdır. Hə. Əşi, eləsə mən nə üçün bekar qalım? Mən də toy edim. Hə, bax bu deyə gəldilər.
Ay qız Asiya, səni bu oğlana ələ versəm gedərsənmi? Bəli, gedərəm. Qoçaq qızsan, gül çöhlədən ağıllı oldun. Adə, sənin nə dərdin bala? Hə? Nə olacaqdı? Asiyanı Süleymana verdin, Gülçöhrəni mənə. Xalamı da özünə alırsan. Əşitelliyini də ver ona da. Ay qız Telli, Vəliyə gedərsənmi? Gedərəm ağa, gedərəm. Vəli, sən Tellini alarsanmı? Alaram o bəy, alaram. Balam, bəs toylarımızı nə vaxt başlayaq? Elə günü bu gün. Elə isə düzülün, başlayaq.